Salam. Bu videoda Fibonacci ədədlərinin tətbiqi ilə sadə ədədlərin sonsuz sayda olmasını isbat edəcəyik. Deməli, Evklid teoremi belədir. Sadə ədədlər sonsuz saydadır. Bu teoremin bir isbatını da verdim. Fermat ədədlərinin köməyi ilə bu teoremi isbat etmək mümkündür. O da çox maraqlı, möhtəşəm bir isbat idi. İndi Fibonacci ədədlərinin tətbiqi ilə bir isbat verəcəm. Fibonacci ədədləri Fibonacci ardıcıllığı bu cür təyin olunur. F1 1'dir. F2 1'dir. Və üçüncüdən başlayaraq hər bir hədd özündən əvvəlki iki həddin cəmidir. Rekurrent münasibətlə verilir. Və bu ardıcıllıq 1, 1, sonra 2, sonra 3, sonra 5, 8, sonra 13 və s. bu cür davam edir. İlk iki hədd 1, 1'dir və üçüncüdən başlayaraq hər bir hədd özündən əvvəlki iki həddin cəmidir. Fibonacci ədədlərinin çox xassələri var. Bir həftəlik dərs tərtib etmək olar Fibonacci ədədlərin xassələrindən. Burada Fibonacci ədədlərinin iki xassəsindən istifadə edəcəm. Lemma 1 istifadə edəcəyim xassə istənilən 2 Fibonacci ədədinin əbobu yenə bir Fibonacci ədədi olur. Hansı Fibonacci ədədi olur? F əbob nm olur. Bir də başqa bir lemmadan istifadə edəcəm. Deməli, F'n Fibonacci ədədi F'n Fibonacci ədədinə o zaman bölünər ki, ancaq və ancaq M n'i bölsün. Amma burada n ilə m 3'dən böyük bərabər ədədlərdir. Bu iki xassəsindən istifadə edəcəm isbatda. Əksini fərz edək. Deyək ki, sadə ədədlər sonlu saydadır. Əksini fərz edək. Təbii ki, sadə ədədlər sonlu saydadırsa, o zaman 2 və 3'dən başqa olan sadə ədədlər də sonlu sayda olacaq. 2 ilə 3'ü götürmürəm. 2 və 3'dən başqa k sayda sadə ədəd olduğunu fərz edək. Deməli, P1, P2, P3 və s. PK. Yəni, burada P1 5'dir. 2 və 3'dən başlamıram. Niyə 2-3'dən başlamadığımı başa düşəcəksiniz. P2 7'dir. P3 11'dir və s. Yəni, deyək ki, K sayda sadə ədədimiz var. Təbii ki, sadə ədədlər sonlu saydadırsa, 2 və 3'dən başqa olanlar da sonlu sayda olacaq. Onlar K sayda olsunlar. İndi lemma 1'dən aşkardır ki, əgər n ilə m qarşılığı sadədirsə, o zaman fn ilə fm də qarşı sadə olur. Yəni, oradan belə bir nəticə çıxar. Nəticə çıxar ki, lemma 1'dən çıxar. Deməli, əbob nm 1'sə əgər, buradan çıxar ki, əbob fn ilə fm də 1'dir. Yəni, bir sözdən indekslər qarşılığı sadədirsə, həmin nömrəli Fibonacci ədədləri də qarşılığı sadədir. Bunun da isbatı aydın məsələdir. Bu ifadə bizə nə verir? Xassiyə görə f əbob nm verir. Və bu əbob nm 1 olduğuna görə bu f1'dir. Bu da 1 olacaq. Aydın məsələdir. İndi biz bu cür Fibonacci ədədlərinə baxaq. Həmin o P1, P2, P3, PK nömrələrinə baxacağıq. FP1, FP2, FP3 və s. FPK. Bu Fibonacci ədədlərinə baxaq. İndi istənilən iki fərqli sadə ədəd qarşılı sadə olduğuna görə bu Fibonacci ədədləri qarşılı sadə olacaq. Deməli, FP1 hər hansı bir sadə böləni var. FP2'nin də bir sadə böləni var. Onlar hamısı bir-birindən fərqli olacaq. İndi bu sadə bölənlər içərisində 2 və 3 yoxdur.
Yəni biz 2 3'ü götürməmişik. Bu Fibonacci ədədlər 2'ye 3'e bölünmür. Niye bölünmür? Eğer f p'yi 2'ye bölünmüş olsa 2'ye baxaq. 2 neçə deməkdir? 2 f3 deməkdir. Bu f3'tür. Ve buradan çıxar ki 3 p'ini bölür. Bu da ziddiyyət təbii ki. P'yi sadə ədəddir. Özü də 3'ten böyük bir sadə ədəddir. 3'e bölünə bilməz. Fp'lər 3'e də bölünməz. Baxaq görək niyə 3'e bölünmür? 3 neçədir? 3 f4'tür. 3'ün yerinə f4 yazım. Fp'yi. Buradan çıxar ki p'yi 4'e bölünür. Hansı xassiyyə görə? Mən burada ziddiyyət aldı. P'nin 3'e bölünməsi, buradan p'nin 4'e bölünməsi lemma 2'ye görədir. Və bu da ziddiyyətdir. P'yi sadə ədəddir. 4'e bölünməz. Deməli bizim fp1, fp2, fp3 vesaire fpk Fibonacci ədədləri 2 və 3'e bölünməyən ədədlərdir. 2 və 3'ten qalan sadə ədədlər p1, p2, p3, pk olmadı mı? Və bunlar qarşı sadə olduğuna görə bu Fibonacci ədədlər hərəsi bunların bir dənəsinə bölünməlidir. K sayda ədədimiz var. K dənə də sadə ədədimiz var və bu K dənə ədəd bu sadələrin hərəsi birinə bölünür. 2 fərqlisi birinə bölünə bilməz çünki qarşı sadə olmaz. Bunların istənilən ikisi qarşı sadədir. İstənilən ikisi qarşı sadədir. Belə bir nəticə çıxdı. Bunlardan 2 fərqlisini götürsək qarşı sadə olacaq. Amma 19-cu Fibonacci ədədi 37 vur 113 olduğunu yoxlaya bilərsiniz. Və sadə nömrəli hər Fibonacci bir dənə sadə ədədə bölünməlidir. Amma F19 2 dənə sadə ədədə bölünür. Ziddiyyət. Deməli Fibonacci buradan anılır ki sadə ədədlər sonlu sayda ola bilməz. Ziddiyyət. Biz bu isbatda niye P1'i 2'den başlatmadıq? P1'i 2'den başlatsaydım ikinci Fibonacci ədədi 1 idi. FP1'in bir sadə böləni var deyə bilməzdim. O yüzden 2'ni götürmədim. 3'ü niyə götürmədik? Eğer biz 2'ni katsaydıq ora, o zaman yani 2'ni katmayaydıq. 2'ni katmayanda 3'ü katmış olanda da o 4'üncü olacaqdı. Və o bir indi F4 eğer 3'ten başlasaq, deyək ki 3'dür. Eğer biz 3'üncüdən başlasaq, deyək ki 3, F3, F5 vesaire. İndi F3'ün sadə böləni F3 bu F3 neçədir? F3 2'dir. Amma 2'ni biz atdıq. O yüzden 3'ü də atmalıyıq məcbur. Ki problem yaşamayaq. Yani 2 ilə 3'ü o yüzden götürmədik. Və 2-3'ten başqa sadə ədədlər K sayda olsa, o nömrəli Fibonacci ədədlərinə baxırıq. Onların heç birisi 2'ye 3'e bölünmür. Deməli bunların bölənləri ancaq P1, P2, P3, PK'lardan seçilməlidir. Birdən böyük hər ədədin bir sadə böləni olmalıdır. Və bunlar qarşı sadə olduğuna görə hərəsi bir dənəsinə bölünməlidir. Amma burada bir dənə Fibonacci ədədi göstərdim ki, sadə nömrəlidir. Nömrəsi sadədir, amma 2 dənə sadə ədəd bölünür, ziddiyyət. Deməli sadə ədədlər sonlu sayda ola bilməz. Teorem ispat olundu. Növbəti videoda görüşərik. Sağ olun.